İsveç'in sakit meşələri arasında gizlənən bir kənd var. Stendalen. Bir zamanlar bu kənd yaşayırdı. Zavodlar işləyirdi, insanlar gələcəyə inanırdı. Amma sənaye çökəndə hər şey susdu. İş yox oldu, ümid yox oldu. Və sonra qaranlıq hadisələr başladı. Deyilənə görə burada qətllər baş verib, heyvanlar, itlər ölü tapılıb. Heç kim səbəbini izah edə bilmədi. Amma hamı eyni şey dedi. Bu yer lənətlənib. İnsanlar buranı tələsik tərk etdilər. Heç kim özü ilə heç nə aparmaq istəmədi. Çünki onlar inanırdılar ki, burada olan hər şey bədbəxtlik gətirir. Bugün isə Stendalenin o biri tərəfində cəmi 450 nəfər yaşayır. Yollar hələ də qardan təmizlənir, həyat davam edir kimi görünür. Amma insanlar bir şey deyir. Bura hələ qaranlıqdır. Nəhayət gəldik, çatdıq. Yol çox uzun idi. Həmişə mən sizə Stockholm'un, İsveç'in qəşəng yerlərini göstərmişəm. Bu dəfə də biraz qeyri-adi yerlər göstərəcəm. Elə gəlin buradan başlayaq. Bu otel tərk olunmuş bir oteldir. Görürsünüz orada şüşələr də qırıq. İçi bomboş. Burada çox qar var. Bilməm necə girim ora. Ona görə biraz bayırdan çəkirəm. Bilməm necə görsənir. Gəlin bu evə baxaq. Bura bir binadır. Kiçik bina. Garajları tərk olunub. Hətta burada garajda bir maşın da var. Görebilirsiniz. İçeride maşın da var. Görürsünüz bu evler hamısı tərk olmuş evlərdir. Gedək digər tərəfindən şüşələr qırıq. İçi bomboş. Bura vaxtilə bərbər olub, bərbərxana. Görürsünüz qarın üstünü, bir də ayaq izi yoxdur, heç kim girmiyor. Biraz yaxınlaşa bilim, bilsəm. Biraz yaxından çəkim, baxın. Neyse, gedirəm qabağa biraz. Böyle xarabalık olub bura. Şöyle qırılıb. Kimlərsə bura ziyan verib. Burada magazin olub, burada elektronik dükkan olub. Paltarlayan maşınları görürsünüz orada. Biri de burada. Öyle necə var, atıp gediblər. Baxın. Gedim biraz yaxına. Böyle paltarlayan maşınlar. Orada matraslar görürəm. Yəni kimsə hansısa bombujun biri yatıb orada.
ses geldi. Ümid edirəm hansısa heyvan. Hansısa heyvan cılmaz üstümə. Heç kim yoxdur, heç nə yoxdur burada. Bomboş. Bakın bura pizzeriya olub. Görürsünüz orada pişiriblər pizzanı. Qar da əriyib biraz, solub hər yer. Burada temperatura biraz yüksekdi. Bakın burada market olub. Ses geldi içeride. Maşın geçti oradan. Aslında burada yol var. Maşınlar geçir buradan. Çünkü diğer tarafta da bir tane kent var. Ben gelende o bir taraftan geldim. Orada da başka bir kent var. Yani bu yol istifade olunur. Yaxşı, yəni təmizlənib də yol. İçəri girmək istəmirəm. Çox uzaq olar içəridə, diksinərəm. Çünki belə yerlərdə çox olur. Çəkirəm qıraqdan, baxın. Burada kassanı görürsünüz. Burada bir dənə kassa da var. Yəni market olduğu üçün içeride kassa da var. Bu evler bomboş. Şişeler kırık. Orada bakın. Niye kırıklar buraları? Bu da avtobus dayanacağıdır. İçeri görsen iyi orada. Burada da bir maşın var garajda. İnsanlar necə olur ki bu maşında koyup gediblər. Audi A4. Böyle garajda padval kimi istifadə olunub. Eşyalar burada var. Kutka. İnsanlar necə olur maşınlarını koyup gediblər, hər şeylərini koyup gediblər. Elə bil təciliyə qaçıb gediblər burada. Burada da bir blok var. Qapısı da açıqdır. Terk edilmiş maşınlar. Çətinliklə gəzirəm burada. Baxın qarın dərinliyinə. Buralar təmizlənmir deyə. Qar çox dərindir.
Burada nəsə yanğın baş verib və yaxud da kimsə yandırıb. Belə boşdur. Neyse girdim içeri. Ümid edirəm həsənlə qarşılaşmaram burada. Çünki hər şey çıxa bilər qabağıma. Baxın, şüşələr necə qırıblar. Çox qorxunc görsən bura. Həqiqətən girməyə çəkinirəm. Buraya girməyə çəkinirəm. Bura evlərdir. 3 dənə ev. Bura içəri yanıb. Neyse girmeyeyim ona. Bu binanın dağılma riski var. Aslında ben buraya girmeyim çok tehlikeli. Ürəyim sıxıldı. Yani yukarı mertebe var. Çıkmak istemiyorum. Çok ürək sıxıcı hava havası var idi. Burada bütün evler elə bu şəkildədir. Hamısına bir girib çəkmək mənasızdır. Baxın maşınlara. İnsanlar bunları necə qoyub çıxıb gediblər. Mənə otel maraqlı gəlir. Baxın o otel. Qarda burada nə qədər dərin qar var. Gəzmək rahat deyil. Bu tərəfdə hava elə bil müsbət dərəcədir. Qar biraz əriyir. Damlardan da qar tökülür. Mənə məsləhət görüldü ki, burada axşam olmayayım. Axşamlar bura gəlmək biraz apasındır. Həm ola bilər ki, evsiz kimsə və yaxud da ki, alkoqolikin biri və yaxud bir neçəsi gəlib burada qala bilər. Baxmaya da güvənli deyil. Burada bayaqlar yanından keçdiyim bina haqqında biraz əhvalatlar var. Orada paranormal hadisələr baş verib. Baxın o bina. İndi qayıdıram o tərəfə. Sonra bu oteldə çəkəcəm.
İstəyirəm o içəri girməyəcək, içəri girməsin də. Heç olmasa yanından kameranı içəri salım. Pəncərədən çəkim. Baxın, görürsünüz bu bina. Bəzi görüntülər var ki, burada gecələr səslər gəlir bu binadan. Yəni insan səsi yox, uğultu səsləri, vahiməli səslər gəlir, işıqlar yanır. Onu deyim ki, bu binaların heç birində elektrik yoxdur. Baxın burada. Bu bina. Orada da bir dənə terk edilmiş bir avtobus var. Bura. Ne deyirsiniz? Gireyim bura. Girirəm çəkməyə. Kapılarımız açıldı. Köhnə televizorda atıblar yerə, qırıblar. Böyle blok eyipler. Ses geldi. Eşitici ses. Neyse. Kaydırım. Gireceğim seni. Buradan gelir ses. Oha. Pencere vardı burada. Orada da yukarı tavana açılan bir kapı var. Güvercinler yuva salıb burada. Ses geldi. Daydı. Yukarıda kimse var. Yermese var. Cum cum ses geldi oradan. Neyse çıkarım buradan.
Her şey olabilir yukarıda. Tam orada yukarıda ses geldi. O nəsə kuş sesi değildi. Curum böyle bir ses geldi. Belki de doğrudan da içeride ruhlar var, bilmiyorum. Ya çok adam değil ki buraya gelenler ses eşidirlər içeriden. Bakmıyor ki hiç kim olmur. İçeride desem görebilmiyorum ne var içinde. Şişe bulanlık şişeli. İçeriden de nəsə yapıştırırlar şişelere. Görünmür. Girəm bu otele. Görək burada ne var. Emin değilim girim içeriye yok. Gördünüz, Türkler içeride. Güvenli değil içeri girmek. Terk edilmiş otel. Sarı karabalıktı. Korkunç görsel içeri. Daha yukarıdan helal dökmüş. Çok korkunç gösteriş. İçeri böyle buldu buraya bulup. Her an nasıl çıkabilir? Çok korkunç gösteriş. Otellar var, otel otelları. Neyse ben içeri tam girmeyeceğim. Aslında icazı da yoktu girmeye. Sadece girişten çektim. Yani aslında görülecek hiç şey yoktu orada. Öyle bunu öyle bir görmeyiniz bile bəs eləyir. İçeri bildiğiniz karabalıktı. Aşağı bir padol da var orada. Oturacaklar. Burada bir vaxtlar kimiz adları olub. Burada yaşayanların. İndi heç nə yoxdur. Böyle içeri girmeden göstereyim size.
Burada da podval var aşağıda. Burada aşağı podval, burada da yaşayış evleri olub. Üzülü sayın, bütün evlere girə bilmirəm burada. Çünkü həqiqətən içimdə pis his var. Çünkü içeride ne olacağı bilinmir. Her şey çıkabilir insan karşısına. Orada heyvan da olabilir, gizlenmiş insan da olabilir. Çünkü bu evler hansısa birinde cinayet işi olub. Ona göre hamısına girmeye ürək eləmirəm. Ne yalan diyeyim. Biraz çəkinirəm. Yani bir iki dəfə girdim, gösterdim. Oradaki evde hadiseler olub. Cinayet olub orada. Orada girdim, gösterdim ama hamısına girmek istemiyorum. Ümid edirəm. Allah iş göstərərsin. Əsas mən sizə buraları gösterdim. Ümumi yer gösterdim. Qabaqda, lap irəli tərəfdə də yerlər var. Eyni elə bu cür evlər var orada. Binalar. Otel. Burada boş evlər. Hamısına tək-tək girə bilmirəm. Üzülü sayın. Orada içeride qabı yandı, ya paltarı yandı. Görürəm. Təzə təkərlər var orada. Təzə təkər görürəm orada. Borular görürəm. Kanalizasiya boruları qət təzə. Bugünlük bu qədər. Əllərim, ayaqlarım donub, ayaqlarım qarın içində gəzirəm. Ümid edirəm videom xoşunuza gələr. Gördüyünüz kimi nə qədər əmək sərf edirəm, nə qədər yol gəldim. Videomu bəyənin, paylaşın. Fikirlərinizi altdan yazın. Bunun özü mənim üçün böyük dəstəkdir. Özünüzdən müğayət olun, gələn videoda görüşək. Sağ olun.